Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və sələm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Risale-nin Baxsası kitabında yaxşılığı əmr edib pislikdən çəkindirmək bölümündəyik. Müəllif rahmanullah burada 7-ci hədisi zikr edir. Əbi Said el-Xudri radiyallahu anhudan gələn hədisdə Nəbi sallallahu aleyhi ve sellem demişti ki, İyyəkum vel culusə fit-turuqat. Nə barədə yollarda oturasınız. İnsanlar çıxıb otururlar qapıların arasında və yol kənarlarında. Deyirlər ki, Allahın Rəsulu, mələnə min məcəlisinə bud. Yəni bizim elə oturacaq yerimiz yoxdur yəni. Nətəhəddəsə fiyhə. Yəni oturub danışacaq bir yerimiz yoxdur. Allahın Rəsulu sallallahu aleyhi ve sellem deyir ki, fə idə əbeytum illəl məclis. Yəni boyun qaçırısı ilə oturmaq istəyirsinizsə, onda yolun haqqını verin. Fə'atud tariqa haqqahu. Yolun haqqını verin. Deyirlər ki, yolun haqqı nədir Allahın Rəsulu? O da deyir ki, gaddul basar. Gözü yummaq. Gaddul basar yəni haram olan şeylərdən gözü çəkmək və yaxud da ki, kimlərinsə xoşlanmayacağı şeylərdən gözü çəkmək, insanların gedişinə, gəlişinə, bu şeylərə əlindən apardı, nə gətirdi, hansı ki, xoşlanmırlar ki, kimsə onu görsün. Məsələn, onlara baxmamaq bu formada gözü örtmək. Gaddul basar, gözü yummaq yəni. Və kəfful ədə, əziyyət verməmək. Və raddus səlam, salama cavab vermək. Onlar yolda oturanda gedən insanlar salam verir onlara. Onlara nə etmək lazımdır? Həm cəmaətə əziyyət verməməlisən, salam verəndə salamını qaytarmalısan. Vəl əmru bil ma'ruf və nəhy anil münkər. Yaxşılığı əmr edib pislikdən çəkindirmək. Yolun haqqı budur. Demək, yolun haqqı nədir? Gözü yummaq, haram olan şeylərdən və yaxud insandan xoşlamadığı şeyləri bilmək, insanların eyiblərindən oxşar. Əziyyət verməmək, salama rədd vermək, bir salam verir, salama cavab verirsən. Yəni, yaxşılığı əmr edib pislikdən çəkindirmək. Hədis Buxari Müslimdədir. Müəllif rahmehullah bu hədisi Əbi Said el-Xudri radiyallahu anhudan nəql edərək Nəbi sallallahu əleyhi və səlləm demişdi ki, nə barədə yollarda oturasınız? Bu forma qadağa formasıdır. Yəni İyyəkum vel culusa fit-turuqat. Yəni nədir? Çəkindirmə formasıdır ki, yollarda oturmaqdan çəkindirir, sizi çəkindirirəm. Çünki deyir, yollarda oturmaq insanların övrətlərini açmağa aparır, çıxarır. Eyiblərini insan aparır, çıxartmağa, açmağa, gedənə, gələnə. O bizə bir sürü gedən, qarşısına gedən, gələnin qarşısına gedən arxasına baxsan, gör əlindən apardı, nə gətirdi və qeybətini edirsən, danılan danışırsan, əuzübillah. Buna oxşar, yəni şeylər vardır ki, insana xas olan şeylər vardır ki, görsən istəmir ki, kimsə bilsin ki, o nə aparır, görsən ki, ona baxırlar. Yəni o da aparır, nəyə çıxardır? Söhbədə, qeybətə, keçən insanın qeybətini edirlər. Yəni bu oturanların yanına bir nəfər keçəndə başlar onun namusu barəsində danışırlar və yaxud da onun barəsində danışırlar. Mühüm odur ki, yollarda oturduqda o yollarda oturmaq insanı fəsad aparır, çıxarır. Lakin Peyğəmbər s.ə.v onları çəkindirəndə onlar dedi ki, Allahın Rəsulu, bizim yəni oturacaq yerimiz yoxdur. Yəni oturub, orada oturaq, nəsə danışaq, elə bir yığıncaq yerimiz yoxdur. Bir-birimizi yəni oturub yəni insan darıxandan ötürü olur. İnsanlar bir gəl oturub söhbət edək. Ona belə deyirlər də. Və bunda bizə xeyir hasil olur. Yəni hər öz halını danışır, başqasının halına qulaq asır, belə yəni bizim üçün xeyir olur. Nəbi Aleyhisselatü Vesselam görəndə ki, onlar ısrarlıdırlar yol üzərində oturmağa. Deyir ki, boyun qaçırırsınızsa da, yəni oturmaq istəyirsinizsə də onda yol haqqını verin. Və onlara şiddət göstərmədi. Aleyhisselatü Vesselam şiddət göstərmədi. Onlara orada oturmağa mane olmadı ki, bir-birlərinə danışsınlar, bir-birlərini təsəlli versinlər. Onlara bu şeydə çətinlik yaratmadı Aleyhisselatü Vesselam. O da Rasulullah sallallahu aleyhi ve sellem'in sifətlerindən idi ki, möminlərə Rauf Rahimidir. Subhanallah. Sallallahu aleyhi ve sellem. Deyir ki, əgər oturmaq istəyirsinizsə də inə beytum, yəni illəl məclis, yəni boyun qaçdınız, yalnız oturmağı istədiniz. Yəni ki, oturmaq istəyirsinizsə, onda yolun haqqını verin. Deyirlər ki, nədir yolun haqqı? Allah Rasulü deyir, gözü yummaq, əziyyət verməmək, salam
salama cavab vermək, yaxşılıq əmr edib pislikdən çəkindirmək. Bu 5 şeyi Peyğəmbər sallallahu əleyhi və səlləm orada zikr edir. Birinci nədir? Gözü çəkmək. Gözü nədən çəksən, keçən insandan, istər kişi olsun, istər və yaxud da qadın olsun. Qadında baxmayaraq ki, vacibdir insan gözünü çəkməsi. Həmçində kişidə də insan gözünü ondan çəkir. Yəni gözünü dirəmir də bəzi insanda və gözünü dirəsə çət yerlərdə zaten çox baş verir bunlar. Otururlar yollarda zaten. Yəni şəhər yerlərində o eyni şeydir, baş verir. Görürsən ki, gözünü ona dirəyir. Hətta baxsın görsün ki, onunla kim var, nə var. Hə, ay sağ ol. Yox, göz süzür ki, görüm kimdir bundan gedən, görüm bunu aparır özündən. Bax belə də, yəni bu olmamalı. Yəni keçmişdə insanlar deyir, bir kişi gəlirdi, evinə xas olan şeylər gətirirdi, aparırdı. Bu günümüzdə də elədir, yəni əlində nəsə aparır. Sonra bu kəslər, yolda oturan kəslərin yanından keçəndə onlar həmin əşyalara baxırlar. Ki, nə aparır görəsən. Buna oxşar şeylərlə. وكانوا إلى وقت غير بعيد إذا مر الرجل ومعه لحم لأهل بيته صاروا يتحدثون. Yəni uzaq olmayan bir vaxtda, bu yaxın vaxtlarda da əgər bir kişi özündən öz əhlinə ət alıb aparardısa da, onun barəsində danışardılar ki, filan kəs bu günləri öz əhlinə ət alıb aparıbdı. Bu belə şeylər vardı yəni. Filan şey aldı, filan şeylə gəldi. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm öz sahabələrini gözü yummağı əmr edir yolda oturduqda. İkinci odur ki, kəfful ədəb, əziyyət verməmək. Yəni istər bu sözlü olan əziyyət olsun, istər əməldə olan əziyyət olsun. Sözdə olan əməl əziyyət odur ki, bu insan yolla keçən insan barəsində danışmasıdır. Yəni onun qeybətini eləməsi, nəmim eləməsi. Əməldə də olan əziyyət odur ki, yolu sıxsın. Demək, yığışırlar yolu nə edirlər, onun keçməsi üçün narahatçılıq yaradırlar o kəs üçün. Otururlar, quruq yaradırlar, yolu bağlayırlar da belə deyə. Əziyyət verirlər. Yəni o keçən insan oradan əziyyət çəkir. Yəni çətinliklə keçir. Sonra deyir ki, bu ikincidə, üçüncüdə deyir ki, salama cavab vermək. Yəni yolla keçən insan salam versə, yolun haqqıdır ki, sünnədə olan odur ki, keçən insan oturanlara salam verir, bu sünnədir. Yəni və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, nədir? Salama cavab verin. Bir də əmr, cavab vermək nədir? Vacibdir. Salam vermək sünnədir. Amma salamı almaq vacibdir. Dördüncü odur, yaxşılığı əmr etmək. Yəni bütün nə ki Allah Taala əmr edir yaxşılıq, Rasulullah sallallahu əleyhi və səlləm nə ki yaxşılıq var əmr edibdir, sən də onu əmr eləməlisən. Görsən ki, bir kəs keçən kəslər barəsində pis danışır və yaxud da buna oxşar şeylər edir, sən ona yaxşılıq əmr eləməlisən. Onları xeyrə həvəsləndirməlisən. Xeyri onlar üçün gözəlləşdirməlisən, onları rəğbətləndirməlisən o xeyrə. Beşinci də odur ki, münkəri inkar eləmək. Yəni görsən ki, bir nəfər keçən bir kəsdə münkər vardır, münkər edir. Məsəl üçün görsən siqaret çəkir, keçir siqaret çəkir. Və yaxud da buna oxşar münkərlər qadağan eləkən ona. Bu yolun haqqıdır. Subhanallah. Ya da oturma yenə. Eləyə bilmirsən bunlar oturma yollarda. Bu hədis Peyğəmbər Ən-Nəbi sallallahu əleyhi və səlləm müsəlmanları yollarda oturmaqdan çəkindirir. Əgər oturmaq ehtiyac varsa da, oturmalıdırsa da, onda vacibdir ki, yolun haqqını vermək. Yolun haqqı da bu keçən bu 5 şeydir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onu hədisdə bildirir. Gözü yummaq, əziyyət verməmək, istər qövlü, istər feili, salama cavab vermək, yaxşı əmr edib pislikdən çəkindirməkdir. Bu yolun haqlarıdır. Kim ki yolda oturursa da bunu etməlidir. Allah Taala müvəffəq edəndir. Gələn səfər 8-ci hədisi oxuyarıq.